AFFA prezidentinin çıxışında biraz bizə qaranlıq qalan məqamlar çox oldu. Xüsusən, məsələn, inkişaf strategiyası barədə danışarkən həmkarlarımızın suallarını cavablandıranda bildirdi ki, belə başa düşüldü, anlaşıldı ki, smeta yoxdur, amma inkişaf strategiyası artıq hazırdır və elə smeta ilə bağlı sual ünvanlandı ona. Onun cavabı düzü bir qədər təlaşlı gəldi mənə. Çünki adam deyir, AFFA-nın özünün elə bir imkanları yoxdur, inkişaf strategiyasını həyata keçirsin. Dövlətin bu layihəyə pul ayıracağına dair də belə bir məlumatlara rast gəlməmişik və Cahangir bəyin çıxışında da indi müəyyən, təbii ki, həm uşaq futbolu, həm ümumi inkişafla bağlı məqamlar yer almışdı. Amma inkişaf strategiyasının ən azı maliyyələşməsi ilə bağlı sualın cavabını yəqin ki, biz daha çox Rövşən Nəcəfdən gözləyirdik. Düzdür, strategiyanın özü Cahangir bəyə tapşırılıb, icrası, amma bütün prosesin başında AFFA prezidenti Rövşən Nəcəfdir və Rövşən bəy deyir ki, biz bu layihənin inkişaf strategiyasının həyata keçirilməsində özəl sponsorların rolunu görürük, onları cəlb eləmək lazımdır. Digər tərəfdən də biz uzun illərdir bilirik ki, Azərbaycan futboluna pul xərcləmək istəyən, vəsait qoymaq istəyən iş adamları çox deyil. Yəni, bu necə tənzimlənəcək, hələ də sual olaraq qalır. Sadə dildə tamaşaçılara izah eləməli olsaq, sanki bir evin dizaynı hazırdır, amma onu tikmək üçün hələ ki, pulun mənbəyi yoxdur, pul yoxdur. Ona görə məhz bu səbəbdən mən elə gəlir ki, inkişaf strategiyasının startı biraz ləngiyir.